Dayı, neçə gündür qapınıza elçi gəlirəm. Mənim onsuz da heç kimim yoxdur. Qızı verin, mən gedim. Oğul, bu qapıya elçi gələn çoxdur. Amma mənim problemim var. Nə? Mənim 5-6 minlik sıxıntım var deyənə mən başımı bu işlərə qoşmuram. O 5-6 mindən düzəlir bütün hər şey. Əlbəttə. 2 saata gəldim dayı. Hara gedirsən oğul? Səbirli olun, gəldim. Buyur dayı. Buna da oğul. Onun içində sizə lazım olan məbləğ var. Getdim maşınımı qoydum Brand Avtokreditdə. 6000 pul götürdüm. Aylığına da narahat olmayın, rahatdır, özüm hər ay verəcəm. Yetər ki, mən xoşbəxt olum. Halal olsun sənə. Mən səni yoxlayırdım. Kişi adam çıxdın. Amma mən şərəfsizin biri. Ay, yox, elə deməyim də dayı. Yox, oğul, elə onun adı şərəfsizlikdir. Yox, niyə şərəfsiz o, siz elə dediniz. Sən gedəndən sonra qapıya elçilər gəldi. Qəşəng də pulları var idi, qızı verdim getdi. Sən də şərəfsiz adamsan ha. Deyirəm də oğul.